Bugündən Qazaxstanın bir qrup dövlət qulluqçusu Qazaxstan prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistrantları üçün təlim təcrübə proqramları təşkil olunur. Dövlət İdarəçilik Akademiyası tərəfindən təşkil olunan təcrübə proqramlarının açılış mərasimində bildirilib ki, dövlət idarəçiliyi sayəsində təcrübə mübadiləsi, birgə təlim proqramları və akademik əməkdaşlıq Azərbaycanla Qazaxstan arasında əlaqələrin inkişafında mühüm rol oynayır. İştirakçılar üçün dövlət idarəçiliyində rəqəmsal transformasiya, qanunvericilik fəaliyyətində rəqəmsallaşma, gender bərabərliyi siyasəti, dövlət suverenliyi və beynəlxalq münasibətlər kimi mövzularda mühasirələr və təqdimatlar təşkil olunacaq. Beynəlxalq təşkilatlarının hesabatlarına əsasən Azərbaycan nisbətən məhdud şəraitdə, məhdud imkanlarla olduqca yüksək nəticələr əldə edib və bu nəticələr bəzi hallarda Azərbaycanı dünya liderləri səviyyəsinə qaldırır. Qardaş ölkələrimiz, Türk ölkələri birgə olmalıdır, bir yerdə olmalıdır, ittifaqlarını gücləndirməlidirlər. Ona görə də bu kontekstdə əlbəttə ki, dövlət idarəçilərinin, dövlət qulluqçularının xüsusi rolü var.